insanı şeytanlardan qoruyan əxlər Allahın zikridir. Allah Subhanahu xatırlamaqdır. Və onların ən başında da və ən fəzilətlisi də Allahın Quran-Kərimdə oxunub, Quran-Kərim oxunub Allahın yad edilməsidir əxlər. Onun üçün bütün qardaşlara deyirik, vaxtınız, gününüz, hər gün ən azından bir səhifə oxumadan günün keçməsin, qardaş. Gecən keçməsin. Bir dəfə də olsun, bir günündə, bir dəfə də Qurana baxmamış keçməsin həyatın. Bilmirsən başına gələcək. Ola bilər insan kör olar, əxlər. Sonra həyatı boyunca, istəsə belə, Quran-Kərimə həyatı boyunca baxa bilməyəcək. Lakin üstünlüyü əldə edilməsi üçün Allahın kitabıdır. Hər gecə bir hizb oxu. Hər gecə heç olmasa bir hizb oxu. Bir səhifə oxu. Oxu günah, sünnətə bax. Muhammed s.ə.v necə eləyirdi? Hər gecə bir hizb oxu Quran-Kərimlə. Ola bilər, elələri var ki, Ramazandan Ramazana bir dəfə də olsun Quran qurtarmayıb adam. Necə adamsan sən? Necə müsəlmansan sən? Bir dəfə də olsun Ramazan qurtarıb, bir dəfə də olsun Quran qurtarmayıb. Heç bəlkə Ramazanda da qurtarmır. Hələ biz bunu deyir, Ramazandan Ramazana. Şeyləsi var, Ramazanda da qurtarmır. Ramazanda da qurtarmayıb, əxilər. İş yerindən buna dokument verilsəydi ki, 100 səhifəli əzbərləməlisən. Əzbərləməsən, işdən çıxardılarsan. Texniki təhlükəsizlik qaydalarını bilməlisən, imtahan olunacaq. Soruşularsan, vallahi əzbərləyər. 1000 manat maaş alır. Sənə cənnət vəd olunub, cənnət. Quran-Kərimi oxu, əzbərlə. Kim oxumalıdır? Kim əzbərləməlidir bunu? Kim çatdırmalıdır uşaqlarına, övladlarına, gələcək nəsillərə? Quran-Kərim belə gəlib, əxilər. Dəftərin, vərəqin olmadığı bir vaxtda Quran-Kərim zamanı o necə gəldi çıxdı? Daşlara, dərlərə, cildlərə, ağac qabıqlarına yazla-yazla və sinələrə döylə-döylə, əxilər. Quran-Kərim sinələrdə olub, başlarda olub. Dildən dilə əzbər gedib. Allah onsuz vəd edib, Quranı qoruyacaq. Sən əzbərləməsən, Allah əzbərləyənləri gətirəcək. Elə qövm gələr ki, Allahı sevər, onlar da Allahı sevər. Allah da onları sevər. Lakin sən niyə olmayasan həmin qövm? Allahı sevən və Allahın sevdiyi qövm sən niyə olmayasan? Ən fəzilətli zikir Quran-Kərimdir. Ramazandan Ramazana bəlkə evində televizor, krosnusu varsa, görürsən ancaq açar. Ay, nə gözəl Quran oxuyur. Oxuyandan nəyin əksiydi sən? Nəyin əksiydi? Yanından kimsə möhkəm keçsə çörülüb belə bozarırsan ki. Nə olub ha? Yanından bəs Quranı əzbər bilən keçəndə denən ki, nə olub mənə? Mən niyə əzbərləmirəm? Nəyin əksiydi? Sənə biri desə ki, sən əksiksən, deyərsən, nə danışsan ha? Nəyin əksiydi? Sən üstünsənsə ondan üstün ol. Malda, dövlətdə, pulda, maşında, övladda, uşaqda üstün olmağın, vəzifədə üstün olmağın hesabı yoxdur, əxilər. Yeri yoxdur, o mənzilə deyil. Mənzilə Allah yanında olacaq, əxilər. Allah yanında tutulan mənzil olacaq. Allah yanında əgər o məkanın yoxdursa, Allahı yad etməklə, zikirlərlə, Quran ən gözəl və ən fəzilətli zikirdə, xatırlama da, Quran-Kərimi oxumaqdır. O yoxdursa səndə, sən necə insansan? Axı Allahı sevirsənsən, əhl-i sünnə vəl-cəmaada olan sələfsən, niyə əzbərləmirsən Quranı? Bəs sevirsən axı sən Allahı. Ən çox Allah sevilər, əxilər. Ən çox onun Rasulü sevilər. 5 dənə hədis bilmir. Quran-Kərimi əzbərləmir. Niyə əzbərləmirsən ki, qardaş? Niyə əzbərləmirsən? Niyə hədisləri öyrənmirsən? Niyə oxumursan? Ondan daha fəzilətlisi var. Hansı kəlamı tapassan? Daha fəzilətli. İstəyir gözəl qoşmalar, şeirlər, gözəl sözlər insanlara təsir edəcək. Nəsə əzbərləsin ki, desin ki, filan kəs belə deyib. Görsən hansısa məclisdə hansısa bir şairin şeirin deyir, cəmaat deyir, bütün məclislərin şahı və padşahı başında duran kəlamların ən üstünü Quran-Kərimdir. Söylə. Hara çatırsan söylə. Hara çatırsan de. Oxu Quranı, qardaş. Quranı bilməyən oğluna nə öyrədəcək? Qızına nə öyrədəcək? Bir dəfə adam oğluna deməyib ki, gəl otur sənlə Quran oxuyaq. Gecə evə gedəndə deyir, ədəbiyyatı öyrənmirsən, nə şiki almasan, nə riyaziyyatı vurmanı çıxmanı bilmirsən. Adam bir dəfə uşağın qucağında oturub deməyib ki, gəl Quran oxuyaq sənin üçün. Gəl Quran oxuyaq bir yerdə. Adam deməyib bunu. Gəl Muhammed sallallahu aleyhi və səlləmin qızına demir ki, adı Ayşədir. Qızım, gəl gör Ayşə anamız. Bax, adın sən kimin adını qoymuşam? Gəl gör Ayşə anamızın hansı hədisi var? Ayşə anamız belə deyir. Gəl gör Muhammed sallallahu aleyhi və səlləmin qızının Fatıma radiyallahu anhənin hansı hədisi var? Necə gözəl hədisdir. Adı Xədicədir. Xədicə anamızın şücaətindən, Allah Rasuluna imanından, yardımından danışmır adam. Adı Abu Hüreyrədir, adı Abdullahdır, adı Ömardır. Bir dəfə Ömərin yaşayışı haqqında oxumayıb oğluna, danışmayıb uşağına. Təsəvvür elə, adı Abu Bakırdır, adı Abdurrahmandır. Təsəvvür elə, bir dəfə oğlun otuzurub deməyib ki, ey oğlum, sənə vacib olan bunlardır. Ey oğlum, Loğman aleyhissalam necə nəsiyyət edirdi? Ya buneyyə la tüşrik billah.
Ey oğlum, şirk qoşma Allaha. Bir dəfə 30'ları qucağına deməyib ki, Allahım, bax, görürsənmi? Ey oğlum, şirk qoşma, şirk zülümdür. Eləmə bunu. Eləmir, qardaş. Özü oxuya bilir ki, Quran-ı Kərimi uşağın da çağırsın ki, gəl oxuya. Təsəvvür elə. Uşağı üçün malı qazanır, pulu qazanır, yeməyi qazanır. İlin onun üçün tökür, günün onun üçün tökür. Uşağın axirətini qazanmır. Niyə görə Allah Rasulunu çox sevirik? Atamızdan, anamızdan, canımızdan və malımızdan, övladlarımızdan və uşaqlarımızdan, oğullarımızdan və qızlarımızdan, hər şeydən çox sevirsən. Çünki cəhənnəm odundan qutarıb səni Allahın izni ilə. Qorxmadan, yorulmadan, usanmadan, bitmədən şəriəti çatdırıb sənə. Ayaqları qanlarla dolana qədər daşlanıb, lakin yoldan çəkilməyib, günəşi sağ əlimə, ayı sol əlimə qoysalar, bu dəvətdən qırağa çıxan deyiləm, çəkilməyəcəm. Sən onun ümmətisən. Sənə ayı vermirlər, günəşi qoymayıblar, 300 manat maaş verir. Quran-ı Kərim oxumağa vaxtın yox, cüməyə gəlməyə vaxtın yox, namaz qılmağa vaxtın yox. Sənə ayı versələr nə edərsən? İntisab olunduğun Muhammed sallallahu aleyhi ve sellem torpağa ayaq basmışlar ən üstünü. Nəyə öyrədirdi? Ruzu lazım dəxilər, kimsə demir işləmə. Kimsə demir işdalıcan getmə. Gör, hansı hala gəlmişi, deyir ki, ən azından Qurana da vaxt ayır. Biz deməli, ən azından işə atsa vaxt ayır. Belvi qaldıracaq qədər bir loxma, 2 loxma oldu, bəsdir. Vəziyyətə bax. Ən azından heç olmasa gecikdirmə biraz namazı vaxtından qıl. Heç olmasa filan elə. Axı, yorğun gəlirəm işdən.